Deməli, bugün artıq yeni imtahan modeli haqqında məlumat verəcəm sizə. Belə ki, bilirsiniz, qəbul qaydalarında müxtəlif dəyişikliklər baş verdi. Onlardan biri də bizim fənnimiz üçün keçərli oldu. Deməli, burada məsələ nədir? Bəzi yerlərdə işıqlandırırlar ki, siz esse yazacaqsınız. Lakin bu esse deyil. Esse məsələsi bu deyil. Esse daha geniş formatda olur, bir neçə abzasdan ibarət olur və essedə müxtəlif fikir mübadilələri gedir. Lakin sizə təqdim olunan paraqrafdır. Sizdən tələb olunan hər hansısa bir mövzu haqqında bir abzasdan ibarət öz fikirlərinizi orada təsdiq eləməyinizdən gedir. Yəni, hansı şərtlər daxilində siz onu icra eləməlisiniz? Biz müəyyən söz ehtiyatına gəlmişik, müəyyən artikl ifadələri öyrənmişik, sinonim, antonim, yəni yetəri qədər bazanı formalaşdırmışıq özümüzdə. Və dəfələrlə də, belə deyək, təkrar olaraq qrammatik mövzuları bitirmişik. Yəni, sizlə artıq bugündən bu paraqrafları işləməyə zəmin var. Belə ki, bütün tətbiq olunan modellər müxtəlif dinləmə və oxu məzmun xəttlərinə uyğun olanlar var. Yəni, dinləmədə listeningdən, readingdən, söhbət listening və readingdən gedir. Bu məzmun xəttlərinə görə müəyyən tələblər var. Məsələn, siz əvvəlki dərslərimizdə istifadə elədik. Müxtəlif dərsliklər var idi, o 4 hissəli kitab. Məsələn, Facts and Figures. Həmin o kitabda da hissə biz tətbiq edəndə gördük ki, həm dinləmə bacarığımız, həm surətli oxuyub anlama bacarığımız özünü inkişaf elətdirə bilir. Söz yox, o kitabı yenə davam eləyəcək, o 4 hissədən ibarətdir. Lakin onların özündə də diqqət elədiksə, söz ehtiyatının tətbiqi ilə bağlı yaxşı tapşırıqlar var idi. Sırf mətnin özünə aid olan lüğət tərkibi də var. Bir də var idi orada new context. O nə demək idi? Yəni, sizə mətnin əsasında öyrədilmiş həmin o yeni sözlərin başqa cümlələrdə istifadə metodu. Yəni, siz burada tutalım ki, beautiful sözünü a beautiful girl deyə öyrənmisinizsə mətnin daxilində. Siz artıq həmin o beautiful sözünü yeni cümlə əsasında başqa formatda istifadə edə biləsiniz. Yəni, girl sözünün yerinə başqa bir ifadə gəlsə, görək, müəllif onu yoxlamağa çalışırdı ki, siz həmin o verilmiş sifəti yeni versiyada istifadə edə bilirsiniz ya yox. Bu tapşırıqlardan biri idi. Sonra, müasir tapşırıqlardan biri nədir? True, false, yəni doğru, yanlış. Məsələn, true, false-un içərisində bir tapşırıqda 4 kiçik məzmunlu tapşırıqlar da öz əksini tapırdı. Söhbət nədən gedir? Yəni ki, sizə mətn haqqında bir sual ünvanlanır və həmin sualın əhatəsində 4 fərqli kiçik sual verirlər. Orada məsələn 1A, 2B, 3B, 4A bu şəkildə də gəlir. B-A, B-A şəklində də gəlir. Bəzən 3A, 1B şəklində də cavab gəlir. Bunun hamısı nədən ibarətdir? Kontekstin daxilində verilmiş həmin o ifadənin doğru və ya yanlış olmasından. Eyni tipli, eyni tərzdə tapşırıqlara dinləmə materialında da rast gəlirsiniz. True, false. Sonra readinglərdə nəyə rast gəlirik oxu mətnində? Elə məlumat var ki, həmin məlumat öz əksini tapmır. Eyni ilə biz sizlə işlədiyimiz o Facts and Figures kitabında da. Diqqət edirdiksə, hər dəfə müəyyən kontekstlərdən istifadə eləyirdik, lakin elə tapşırığımız olurdu ki, bir söz orada artıq qalırdı. Daha sonra tapşırıqlarımız var idi bizim orada. Ulduzlu tapşırıqlar. Onlar nəyə xidmət eləyirdi? Bizim düşüncə tərzimizi inkişaf elətdirməyə. Yəni, təfəkkür yönümlü tapşırıqlar var idi. Məsələn, Kivi mətni yadınızdadır yəqin ki, orada yazmışdı ki, onun bir ayağında 4 barmağı var. Sonradan yazır ki, onun cəmi neçə barmağı var. Və mətndə də sizə məlumat vermişdi ki, Kivinin 2 ayağı var. Deməli, siz 2 ayaq
bir ayağında 4 barmaq olduğun məlumatına malik olduğunuza görə 4/3 düsturu ilə gedəcəksiniz. Yəni hər mətnin özünə məxsus strukturu var. O ulduzlu suallarda məhz olaraq xidmət eləyirdi. Yəni bunların hamısını biz sizlə bu bir ay müddətini tam təmin elədik proqramı. Həmin o hissənin də ardını başqa stilli tapşırıqlarla əvəz eləyəcək. Sonra həmişə yadınızdadırsa mən sizə readingləri işləyəndə nə deyirəm? Mətni axıra qədər oxumağa ehtiyac yoxdur. Reading mətnini, yəni oxuyub anlama mətnini birinci qarşınıza gətirən kimi mətni oxumağa getməyin. Birinci gedin, mətnin suallarına baxın. Görün sizə nə suallar ünvanlanıb. Birinci sual. Mətni başdan ayağa oxuyub tərcümə eləsəz, bir də baxacaqsınız ki, imtahan bitdi. Çünki həddindən artıq iri həcmli mətnlər təqdim olunur sizə. Bizdə beynəlxalq səviyyəli imtahanlara hazırlaşanda, məsələn, TOEFL, IELTS-də, oradan biz müəyyən taktikalar öyrənirdik. Söhbət nədən gedirdi? Məsələn, oradakı verilmiş mətnlərdə Facts and Figures-da da var həmin stilli suallar. O müəyyən suallara cavab verəndə bəlkə də yadınızda qalar. Diqqət eləmişsinizsə orada var idi. Məsələn, hər abzas bir sualın cavabı idi. Mən orada imtahanda vaxt qazanmaq üçün taktikadan istifadə eləməliyəm. Taktikamda nədən ibarətdir? Verilmiş sualı mətndə gəlib tapmaqdan. Və hər bir reading sualı öz açar sözü ilə özünü göstərir. Belə ki, bəzən verilmiş sifət, məsələn, elə yer olacaq ancient yazacaq, elə yer olacaq old yazacaq. Siz ancient sözünün sinoniminin old olduğunu biləndən sonra, yəni söz bazanızda bu olandan sonra gətirib həmin tapşırığı yaza bilərsiniz. Məsələn, paraphrase tapşırıqları var. Paraphrase nədir? Verilmiş cümləni başqa şəkildə yazmaq. Söz birləşməsi, sonra orada idiom vəziyyətində yazmaq. İdiomlar filan hamısı 8, 9, 10, 11. Adətən 9, 10, 11 daha çox rast gəlirik biz onlara. 9-cu sinif söz ehtiyatını biz bitirəndə orada görmüşdünüz. Orada sonluqlarda idiomlar var, atalar sözləri var. Yəni, dilçilikdə əsas məqsədimiz nədir? Onun eyni vəziyyətə gətirib ifadə eləmək. Növbəti qəbullarda onlara isim, noun, nə bilim, plural noun, cəm isim deməkdir, bilən abituriyent lazım deyil onlara. Onlara lazımdır ki, dili praktik cəhətdən öyrənənlər, yəni praktikasında dilçiliyi yaxşı öyrənənlər. Onu da hardan kəşf eləyirlər? Biz sizdən xeyli məktub işləmişik. Məktublarda görürsünüz, müxtəlif suallar var idi. O sualların özü belə sizdə vərdiş yaratdı ki, əslində paraqraf xüsusiyyəti necə olmalıdır? Məsələn, orada özümüzün məktubları işləyəndə öz taktikalarımız var idi. Məktubu yazan, məktub kimə ünvanlanıb. Sonra orada diqqət elədiyimiz məqamlar var idi. Vaxta, zamana, məkana, situasiyanın baş verdiyi ərazidə olan şəxs adlarına, bunların hamısına biz diqqət eləyirdik. İndi paraqrafın yazılışında da müxtəlif tövsiyələr var. Və biz o paraqrafın məhz ünvanlanmasını 8, 9, 10, 11 bu 4 sinif kitabından sırf dərslik əsasında öyrənəcəyik. Yəni, əlavə hər hansısa bir vəsait hələ ki nə çap olunmayıb. Düzdür, Dövlət İmtahan Mərkəzi orada biz təlim idi. Bizə orada dedilər ki, bəs deyəsən avqust ayı üçün, ya avqustun sonu üçün belə nəzərdə tutulur. Yəni, hələ ki mənim rastıma çıxmayıb həmin vəsait. Əgər çap olunarsa, elan olunarsa, yəqin ki, mən o vəsaiti əldə eləyəcəm. Yəni, hələ ki, bizə lazım olan təməl bilgili vəziyyətində 8, 9, 10, 11 bu dərsliklərdəki writing bölmələri var. Yazı bacarıqları olan. O writing skills olan hissəni, yazı bacarıqlarını biz hissə oradan araşdırıb, özümüz üçün müəyyən dərəcədə sadə dilə çevirib onları tətbiq eləyəcək. Yəni, düzgün paraqrafı mən necə yazmalıyam? Bax, bir daha deyirəm. Sizdən tələb olunan esse deyil. Sizdən tələb olunan bir abzas daxilində fikir mübadiləsi aparmaq, mənfi və müsbət tərəflərini və
əsas fikirdən yayınmayaraq. Yəni ola bilər ki, sizə sual verər, deyər ki, telefon haqqında öz fikrini yaz. Və burada artıq işə düşür nə? Sizin söz ehtiyatınız. Söz ehtiyatını da sətirlərə artıq tətbiq eləməkdən ötürü sizin dünya görüşünüz lazımdır. Məsələn, orada sizə mövzu düşəcək. İndi müəyyən mövzular var, orada paylaşacağım sizdən. Göndərmişəm daha doğrusu. WhatsApp qrupunuzda var. Məsələn, müxtəlif mövzular verəcək. Tutalım ki, sizə sual verir ki, məktəbli forması. Yadınıza gələrdi, biz sinif kitablarının, sinif test kitablarının bütün mətnlərini demək olar ki, oxuyuruq. 5-ci sinifi tam bitirmişik. Deməli, həmin o sinif kitabında yadınıza salın, məktəbli forması haqqında bütün məlumatları verirdi. Sonra nə deyirdi? Deyirdi ki, müsbət tərəfləri büdcəyə qənaət eləməkdir, ayrı seçkiliyi aradan qaldırmaqdır, sonra uşaqların fikrinin bir-birinin paltarında qalmağının qarşısını almaq idi. Düzdür? Sonra qayıdıb nə deyir? Deyir, lakin seçimi yenə də yeniyetmələrin öz öhdəsinə verirlər. Yəni, şagirdlərin öz öhdəsinə verirlər ki, məsələn, tutalım ki, hər hansısa bir məktəbli qızdır. Həmin o məktəbli qız, tutalım ki, ətək geyinməkdən imtina eləyir, şalvara üstünlük verir. Yəni, bu da artıq onun seçim etmək hüququnu onun əlindən almağa cəhd eləmək deyil. Ona yenə seçim hüququ ünvanlayır. Məsələn, elə bir şagird var ki, tutalım ki, o uzun qol köynək istifadə etmək istəmir. Ancaq qısa qol köynəkdən istifadə eləmək istəyir. Və yaxud da onu başqa dərs versiyalarından əvəz eləyə bilir. Yəni, bu və ya digər hallar var hamısı. Sizdə də orada onun mənfi tərəfini, müsbət tərəfini, lakin tutalım ki, Aliyənin fikri məktəbli formasının müsbət olduğunu vurğulamaqdırsa, həmin o paraqrafda, Aliyə başdan öz fikrini yazır, dəqiqləşdirir. Tam oxucuya qarşı tərəfə deyir ki, mən məktəbli formasının leyhinəyəm. Mənə onun tətbiq olunması xoşdur. Sonra başlayır fikrinin müsbət və mənfi tərəflərini araşdırır. Aliyə axırda gəlir, yenə öz dediyinin üstündə durur. Bir daha axırda onun məktəbli formasını dəstəklədiyini öz sözləri ilə ifadə eləyir. Ola bilər ki, siz sonda hər hansı bir atalar sözü verərsiniz. Ola bilər ki, siz orada müəyyən bir hadisənin cərəyanını kiçik xülasə şəklində deyərsiniz və buna da əsas olaraq öz fikrinizi möhürləyərsiniz. Yəni, paraqraf bundan ibarətdir. Qorxacaq, çəkinəcək, nə bilim, ay yaza bilmərəm, alınmaz, ümumiyyətlə o edə bilmərəm fikrini ağlınızdan çıxardın. Bu qədər əziyyət çəkmişsiniz, sözü öyrənmişsiniz, qrammatikanız yerində. İndi bizdən tələb olunan nədir? Qələmin gücü. Və mən həmişə sizə deyirəm ki, bədii ədəbiyyatı çox oxuyun. Çünki elə mövzu elə yerdən gələ bilər ki, məsələn, coğrafiya ilə bağlı sizin bilginiz lazım olar. Tarixlə bağlı olan bilgi lazım olar. Yəni, bu fənlər əgər orta məktəb ümumi təhsil bazasında tədris olunursa, həmin bu fənlərin sizə müsbəti var ki, mənfisi yoxdur. Yəni, məsələn, elə bir mövzu düşə bilər ki, sizə dilçilikdən. Siz onu kimya, fizika bu şəkildə əsaslandırıb, oradakı fakta görə öz sözünüzü deyərsiniz. Ona görə çalışın ki, müxtəlif mənbələrdə müxtəlif fikir formalaşdıran məlumatlarınız olsun. Yəni, konkret olaraq uşaqlarda belə bir təzad əmələ gəlib ki, məsələn, bu 4-cü qrupa gedirsə, qətiyyən tarix, coğrafiya oxumur. Elə fikir ayrılıqlarına getməyin. Coğrafiyada, tarixdə, kimyada, fizikada hamısı bizim üçündür. Yəni, ümumiyyətlə, dilçilik o qədər genişdir ki, mövzulara baxanda indi göstərəcəm sizə. Bir-biri ilə sintez olunacaq, sonra inteqrasiya elədiyiniz yerlər olacaq. Məsələn, elə bir mövzu düşəcək ki, texnologiya fənninə belə deyək, orada müraciət eləyə bilərsiniz. Musiqi fənninə belə müraciət eləyə biləcəkləriniz var. Ən azından, belə deyim, məlumatlı olun hər şeydən. Çünki orada sizə hansı paraqraf mövzusu gələcəyini elə həmin yerdə özləri elan eləyəcək. Daha sonra
Yazı yazarkən yazı xəttinizə fikir verin. Bəzi abituriyentləri xətti oxunmuş. Ona görə də onu yazı işini yoxlayan marker müəllimlər oxuya bilmədiyinə görə onun müvafiq balını verə bilmirlər. Ola bilər ki, sən orada yaxşı paragraf yazmısan, amma xəttin pis gündə də oxunmuş. Məsələn, şagirdlər bəzən soruşur ki, bəzən soruşur ki, mən məsələn tələb olunan söz ehtiyatından daha çox yazıram, amma bal gəlmir. Niyə? Çünki həmin o göstərilən göstərişə xitabən yazılmayıb. Ora ancaq söz yığınıdır. Nə yazdığının əvvəli bilinir, nə mərkəzi, nə də sonu. Ona görə indi biz bugün təqdimatda hissə-hissə baxacağıq. Nələrə baxaq, nələrə fikir verək. Birinci, söz ehtiyatınız. Ən əvvəl isə yazı yazma bacarığınız. Ona görə mən sizə həmişə sözləri öyrəndə deyirdim ki, sözü əzbərləyərkən yazaraq öyrənin. Çünki yazaraq öyrənilən söz həm orfoqrafik cəhətdən daha doğru səslənir. Həm də ki, istər-istəməz bizim beynimiz yazdığını daha yaxşı yadında saxlayır. Yəni, unutması gec olur. Baxaq, oxu mətninə aid 4 tapşırığınız olacaq, dinləməyə aid 4 tapşırıq, paragraf və onun xüsusiyyətləri, tərkib hissələri, indi o haqda danışacağıq. Sonra paragraf, onun növləri, yazılması ilə bağlı dərsliklərdə verilmiş məlumat və tövsiyələr, bayaq bunun haqqında danışdım sizə. Yeni model üzrə verilmiş yazı tapşırıq üzərində iş, indi tanış olacaq. Paragrafın yazılma mərhələləri, nümunə üzərində izah. Bax, mərhələləri görürsünüz, bayaq mən sizə dediyim məsələdir. Sonra paragrafın qiymətləndirilməsi meyarları. Hansı yazıya hansı qiymət verilir? Məqsəd odur. Getdik, baxaq. Ümumiyyətlə bilirsiniz, bizdə xarici dildə, əsas xarici dil imtahanında 26 test tapşırıq olur, 25 qapalı, bir yazılı. Struktur dəyişdi artıq. Əvvəl başqa stildə gedirdik. Bu artıq 2027-ci ilə aiddir. Yəni, inşallah ki, sentyabrdan sonra sentyabr başlayır, 2026-2027-ci tədris ilinə keçirik. Sizin də imtahan verəcəyiniz il 2027-ci ilə təsadüf eləyir və bu model necə istifadə olunacaq? Bir dinləmə mətni və mətnə aid üçü çox seçimli, biri isə doğru yanlış cavabın seçilməsi tələb olunan ümumiyyətlə 4 qapalı tipli test tapşırığı. Sonra 2 oxu mətni, mətnin sayı çoxalıb və hər mətnə aid 3 çox seçimli, yəni A, B, C, D, Y, çox seçimli deyəndə onu deyir. Biri doğru və yanlış, true, false, 4 ümumi, 4 ümumiyyətlə 8 qapalı test tapşırığı. Qrammatikadan görün sual sayı nə qədər azalıb. Cəmi 13 qapalı qrammatik bilikləri və leksikada var burada, yəni söz ehtiyatında orada göstərəcək. 13 qapalı test tapşırıq olacaq. Daha sonra verilmiş sual və ya fikir əsasında faktlar və mülahizələr üzrə irəli sürərək öz fikirlərinizi ifadə etməyi tələb edən yazılı tapşırıq, yəni paragrafdan gedir söhbət. Getdik. Dinləmə və oxu məzmun xəttləri üzrə mətnlərə qoyulan tələblər. İstifadə olunan mövzular, gördünüz? Təbiət və ətraf mühit, geologiya, görməli yerlər, səyahət, tarix, coğrafiya və digər film və kino hətta. İstifadə olunmayan mövzular. Əslində burada bioqrafiya falan yazıb təhsil. Təhsil içərisində elə mövzu olacaq ki, fizika, kimyada yenə bağlı olacaq, amma bunu sırf çıxarılmış mövzu kimi göstərir. Din, siyasət, təbii fəlakətlər. Amma mən orada mövzularda görmüşəm bəziləri ki, sırf təbii fəlakətlərin orada adının keçdiyi yerlər var. Sırf özü deyil, amma adı keçdiyi yerlər var. Sonra söz sayına qoyulan tələblər dinləmədə 150-170 söz. Bir cümlədə orta hesabla 10-13 söz, maksimum 25 söz işlənməlidir. İndi üslublarına baxın. Elmi publistik üslubda dərslikdə olmayan söz dəyişdirilməli və ya dəyişdirmək mümkün deyilsə, mətn daxili müvafiq izah verilməlidir. Bəzən tapşırıqlarda
deməli, mötərizə içərisində verilmiş sözün leksik mənası göstərilir. Bu, onu deməyə çalışır sizə. Sonra, söz sayına qoyulan tələblər. Oxu mətni 1. Bayaq yuxarıda dedik axı, sizə 2 mətn veriləcək. 150-170 söz, bir cümlədə orta hesabla 10-13 söz, maksimum 25 söz işlənməlidir. İndi tələbə baxın. Şagirdin ümumi dünya görüşünə əsaslanan mətn. Biri dünya görüşü üstündədir. Dərslikdə olmayan söz dəyişdirilməli və ya dəyişdirmək mümkün deyilsə, mətn daxili müvafiq izah verilməlidir. Yəni, mətn daxili müvafiq izah. Sonra, nəyə baxacağıq? Söz sayına qoyulan tələblər. Oxu mətni 2. 170-200. Bir cümlədə orta hesabla 9-12 söz. Maksimum 25 söz. O biz readinglər ki, oxuyuruq sizlə. Bax, ola bilər ki, sırf həmin məzmunda gələn mətndə eynisi də gəlib rastınıza çıxa bilər. Sonra, ikinci mətn sırf nə ilə? Biri dünya görüşüdür. Biri aid olacaq elmi publistik üslubda. Dərsliklərdə olmayan söz dəyişdirilməlidir, yenə izaha verilməlidir, etc. Ümumi tələb. Mətnlər məzmun standartlarının tələblərinə, məktəb proqramına, imtahan verənlərin yaş xüsusiyyətlərinə, əldə etdikləri bilik və bacarıqlara uyğun olmalıdır. İnşallah ki, o strukturda, o stildə davam edəcək suallar. Baxaq. Dinləmə mətninə dair 4 sual tipi və ümumi tövsiyələr. Yəni, listeningdə sizə hansı tapşırıqlar gələcək? What's the passage mainly about? Yadınıza gəldi, biz bu tapşırıqların hamısını necə səliqəli şəkildə işləmişik. Dedim ki, listeningdə sizə mətn qulaq asdırılır. Yenə, gördünüz ki, listening açılana qədər siz, yəni dinləmə materialının suallarını, həmin o sualları deməli necə ünvanlayırsınız? Yenə o işə düşüb danışana qədər materialı siz tez əlinizin altındakı sualları göz gəzdirin. Həmin o göz gəzdirdiyiniz suallardan artıq ən çox istifadə olunan sözdən başa düşəcəksiniz ki, sizə dinləmə materialında həmin o cihazda hansı mətnlə bağlı, məlumatla bağlı təkliflər var. Bu belə. Sonra, what's the passage about da var. What's the passage mainly about da var. Düzdür? Deməli, mainly about şərtini gördümsə, verilmiş 5 variantın 5 də mətnə aiddir. Lakin, bu mainly sözü hansı tapşırığın şərtində varsa, həmin o şərtdən mən bilməliyəm ki, verilmiş variantların 5-dən biri digər yerdə qalan 4-ünü özündə birləşdirir. O, biz mətnə ad tapanda da bu stilli tapşırıqlar işləyirik sizdən. Onları yaxşı işləyirsiniz özdə siz. Məsələn, 5 dənə variant verir. Mən elə eləyirəm ki, o 5 variantdan bir variant digərlərini konkret olaraq özündə əks elətdirir. Məsələn, The Camel mətni var idi. Biz Facts and Figures'da işləyirdik orada. Gördünüz, 3 variant verir. Biz oturub o variantları araşdırırdıq. Araşdırandan sonra bizə məlum olurdu ki, elə bir variant, elə bir seçim olur, təqdim olunurdu. Digər ikisini özündə göstərirdi. Yəni, konkret olaraq mətn haqqında əhatəli cavab verəcəyimiz variantı seçirik. What's the passage mainly o deməkdir. Burada artıq öz izahını verib, öz strukturuna uyğun. Sonra 2-də. Choose the correct answer to the question according. According əsasən deməkdir, balalar. According to the passage, mətnə əsasən. Doğru cavabı. Correct doğrudur. True, correct. Bunlar hamısı nədir? Doğru deməkdir. Deməli, verilmiş mətn doğru cavabı. Yəni, mətndən kənara çıxma. Öz fikir və ideyalarına əsaslanma. Sırf sənə təqdim olunmuş mətn nəyi tələb edirsə, o zaman həmin o mətndən kənara çıxmamaq şərti ilə mətndəki doğru cavabı tap.
Yəni təqdim olunan hər hansısa bir suala orada bundan sonra sual yazırlar. Məsələn, hansısa bir sual onu. Sonra complete a sentence according to the passage. Bunu tapmağın ən gözəl yolu verilmiş mətndəki o nöqtələrin yerini artıq sual kitabçası önünüzə gələn kimi başlayın tez göz gəzdirməyə. Görün sizə orada hansı sualı sırf diqqət çəkir. Birinci listeningdə çalışın onu tuta biləsiniz. Sonra 1-2 dəqiqə ara fasilə verirlər, sonra bir də sizə listening verirlər. İkinci dəfə qulaq asanda artıq o yerdə qalan digər 2-3 dənə tapşırığınızı eləyin. Sonra decide whether the statements are true or false according to the passage. Mətnə əsasən qərara alın ki, verilmiş ifadələr doğru və ya yanlışdır. Vəzə sözü burada if əvəz eləyir. Mi, mu kimi tərcümə gedəcək. Doğrudurmu, yanlışdırmı? Bu şəkildə. Sonra oxu mətni ilə bağlı sizə nə tapşırıq var? Yenə mainly sözü buradadır. O bayaq dediyim listeningdəki readingə də aiddir. Choose the correct answer to the question according to the passage. Mətnə əsasən doğru cavabı göstərin. Burada da problemimiz yoxdur. Buranı özünüz oxuyarsınız. Mən əsas bu ingilis dilində olan hissəni o ipucları ilə necə tapa bilərsiniz, onu çalışıram tez deyim sizə. Complete a sentence according to the passage. Complete tamamlama deməkdir və bunu necə tapırdıq? Məsələn, sizə orada bir söz yazır, həmin o sözü gedirsiniz mətndə yerində tapırsınız. Mətnin sağında və solunda sözlər olur. Bir də görürsünüz ki, verilmiş sözün əvvəlindəki sifətləri istəyir. Məsələn, bir isimə 2-3 dənə sifət yazıb. Artıq o həmin o 2-3 dənə sifəti orada təyin edirsiniz, qutardı getdi. Sonra decide whether the statements are true or false according to the passage. Decide nədir? Deyir, qərara alın ki, verilmiş mətnə əsasən doğru və yanlış mülahizələr hansıdır? Yenə mətn oxuyursunuz, doğru və yanlış. Yenə sizə ünvanlanmış sırf həmin o cümləyə nəzər yetirin. Bütün mətni başdan ayağa oxumağa ehtiyac yoxdur. Bir daha təkrar edirəm sizə. Suallara baxdım, mənə nə lazımdır? Mənə lazım olan hissəni gedirəm, tez-tez tapıram, həll edirəm, çıxıb gəlirəm. Ümumiyyətlə, bir mətnin üstündə çox qalanda beyin də artıq başlayır orada error verməyə ki, daha çox araşdırmayın. Test tapşırıqlarını yazanda da beyin birinci nəyin üstünə, hansı varianta gedirsə, həmin variantı doğrudur. İkinci, üçüncü, dördüncü, beşinci, hətta uşaq var ki, bir sualın üstündə o 3 saatını az qalır, həmin müddəti özünü pis vəziyyətə qoyar ki, mən sırf bu sualın üzərində dayanmalıyam. Elə inadlaşmaq, elə tərsləşmək sizin özünüzə zərər verir. Başqa heç kimi heç nə eləmirsiniz. Oxudun, bildin, yaz. Bilmədin, keç. Bilmədin, keç. Düz kitabda sona qədər. Sonra məsələn, başqa versiyada eləyə bilərsiniz. Asan soruların hamısını tez-tez yazın. Cavab kartından 100% biləsən də 200-də gələ 2-4 eləyir. Düzdürmü? Bunun cavabını bilirsən, karta yaz, geçsin də bunu. Cavab kartına yerində işlə. Niyə bunu axıra saxlayıb vaxtından alırsan ki? Bax, bu kimi şeylər var. Sonra paragraf sözünün mənalarına baxaq. Paragraf nədir? Bir-biri ilə sıx bağlı olan və əsas ideyanı, sizə mən girişdə dediyim kimi, əsas ideyanı inkişaf etdirən cümlələrin toplusudur. Əsas ideya. İndi deyəcəm sizə. Paragraf sözün mənalarını abzas sətir başı, qısa məqalə və ya məlumat deməkdir. Gördünüz, esse deyil bu. Bu abzas sətirdir. Qısa məqalədir, məlumatdır, bu deməkdir paragraf. İndi baxırsınız nəyə? Paragrafı iri həcmli yazıların bədii əsər, esse və sair bir hissəsi kimi qəbul etmək olar. Akademik yazıda isə paragraf müstəqil qısa məqalə və ya məlumat kimi nəzərdən keçirilir. Paragraf essenin kiçik versiyasıdır. Biz hələ uşaqlara paragraf yazmağı öyrədəcəyik. Bizdən tələb olunan hələ ki, paragrafdır, esse deyil. Esse olsa çox geniş məzmun kəsb eləyəcək.
Bu, söhbət bu dəqiqə paraqrafdan gedir. İndi baxın, əsas xüsusiyyəti nədir? Bir əsas ideyanı aydın şəkildə ifadə eləmək. Mən bayaq girişdə dedim sizə, aliyə məktəbli forması ilə bağlı müsbət fikirdədir. Əsaslandırır, konkret fikrini əvvəldə sözünü deyir. Sonra başlayır onu, belə deyək, həmin o cümlələri başqa cümlələrlə dəstəkləməyə. Nümunə gətirir, məsələn, bu olanda bu olur, olmasa necə olur. Axırda da yeni öz sözün üstündədir. Bax, bu paraqrafdır. Sonra, cümlələr bir-biri ilə məntiqi və məzmunca bağlı olur. Yəni, sən burada məktəbli formasının razılığını bildirib, gedib ikinci cümlədə məktəbli formasını pisləyəcəksənsə, artıq orada hansı cümlənin bir-birini dəstəkləməklə danışa bilərəm ki, hansı məntiqdən danışıram ki. Sonra, elə bilin ki, mən sizə ingilis dilində danışıram, ingilis dilində danışdığım ilə kimyədə nümunə göstərirəm və yaxud da, nə bilim, kimyədə danışdığım ilə çevirirəm söhbəti coğrafiya. Yəni, bir-birindən məntiqi məzmunca bağlı olmamaq o deməkdir. Sonra, uzunluğu sabit deyil. Əsas ideyanı ifadə edəcək qədər uzun olmalıdır. Yəni, sizdən uzun-uzadı, dolayı şəkildə cümlə qurmağınız heç də tələb olunmur. Əsas odur ki, məsələn, tutalım ki, danışırsınız yer kürəsindən, yer kürəsi haqqında sizə ünvanlanmış müəyyən məlumatları əks etdirirsiniz. Sonra, akademik yazıda bir neçə cümlədən ibarət olur. Bir cümlədən ibarət olması qeyri-mümkündür. Yəni, sən paraqraf yazıram deyib, bir cümlə yazıb, digər hissəni boş qoyacaqsansa, o nəticə sayılmayacaq. Və akademik paraqraf adətən 200-250 söz çərçivəsində yazılır və fikir aydın, qısa və konkret şəkildə inkişaf elətdirilir. Baxaq. Paraqrafa aid bir dənə nümunə veriblər bizə. Çox maraqlı bir nümunədir. Baxaq. Deyir, kitab oxumaq insanın bilik dairəsini genişləndirir və dünya görüşünü zənginləşdirir. Kitab oxumaqla bağlı öz fikir və ideyamı irəli sürdümmü? Mənim konkret fikrim odur ki, kitab oxuyan adamın bilik dairəsi genişlənir və dünya görüşü zənginləşdirilir. İndi ikinci tərəfə baxın. Mütaliə zamanı biz yeni məlumatlar əldə edir, müxtəlif fikirlərlə tanış olur və özümüzü daha yaxşı ifadə etməyi öyrənirik. Bunu da dedim. Mənim artıq konkret olaraq oxucuya ötürdüyüm fikrim, məqsədim, paraqrafda deyirəm ki, kitab oxumaq yaxşı bir xüsusiyyətdir, düzdürmü? İndi bu yuxarıda dediyim fikrimi, münasibətimi, məsələyə olan münasibətimi başlayıram əlavə nümunə deyib öz fikrimi dəstəkləməyə. Məsələn, tarixi kitablar oxuduqda keçmişi daha yaxşı anlayır. Bədii əsərlər isə empatiyamızı artırır. İndi nümunə göstərirəm. Bununla belə, gör nələr var? Məsələn, bununla belə. Mütaliə insanı stressdən uzaqlaşdırır və zehni inkişaf etdirir. Beləliklə, nəticəyə gəlirəm. Mütaliə həm faydalı, həm də zövqlü bir vərdişdir. Bu da bunu, fikrini bu şəkildə göstərdi. Baxıram. Nəticə, paraqraf bir əsas ideyanı inkişaf etdirən, bir-biri ilə əlaqəli cümlələrdən ibarət struktur vahididir. İndi bu hissəyə baxaq. Məzmun bütövlüyü, məna və struktur bütövlüyü, yəni lazımsız əlavə nələrsə yazmağa ehtiyac yoxdur. İdeyanı dəstəklədim, yüksək dil qabiliyyəti. Bu şəkildə artıq öz yazdığımız paraqrafı təhlil edirik. Bunu sərbəst şəkildə özünüz ayrılıqda oxuyarsınız. Sonra paraqrafın tərkib hissələri. Baş cümlə gəldi. Sonra dəstəkləyici cümlə, nümunə, axırda da yekun cümlə. Sonra baş cümlə məhdudlaşdırılmış mövzu ilə bağlı olmalıdır. Misal çəkməlisiniz, tənzimləməlisiniz. İndi baş cümlənin effektivliyini təmin edən şərtlər. Baş cümlədə heç bir fakt yazmayın. Şəki özünün qədim xan sarayı ilə məşhurdur. Bu faktdır.
Sənə lazım deyil bu. Sən öz fikrini yazmalısan. Məsələn, kitab oxumaq faydalı və ya faydasız olmağını sən öz fikir və ideyanla göstərməlisən. Birinci, çatan kimi fakt yazmıram. Sonra, baş cümlə bəyanat xarakterli olmamalıdır. Bu yazıda mən Bakının çox qədim tarixi abidəsi olan Qız qalasından bəhs edəcəyəm. Konkret fakt, konkret olaraq hər hansısa bir tarixi dəqiqliyi göstərməyin. Baş cümlədə bir neçə müxtəlif mövzu təqdim oluna bilməz. Bayaq mən sizə dedim, fərqli şeylərdən danışmaq. Kompüter ən əlverişli ünsiyyət vasitəsi və faydalı informasiya mənbəyidir. Ya kompüterin əlverişli ünsiyyət vasitəsi olmağından danış, ya da kompüterin faydalı informasiya mənbəyi olmağından danış. İkisindən biri. İkisini eyni anda təqdim edə bilməzsən. Çünki bir paraqraf, yəni sizin bu təqdim elədiniz bir dənə paraqraf, bir abzas, bir fikrə xidmət eləməlidir. 2, 3, 5 yuxarı sayda olan müxtəlif o məntiq xətalarına yol verməyin. Bir anda bir neçə dənə istiqamətə bölməyin paraqrafınızı. Konkret bir şeydən danışın. Sonra baş cümlədə mövzu həddindən artıq dar olmamalıdır. Qızılın atom nömrəsi 79-dur. Fakt ver daxı burada. Mənə fakt lazım deyil. Mənə fikrimin mənbəyi, öz söz ehtiyatım lazımdır. Dəqiq hər hansısa bir məlumata, fakta ehtiyac yoxdur. Onu yazan kimi paraqrafı atacaqlar kənara. Və yaxud da ki, nə bilim, aşağı bal verəcəklər. Baş cümlədə mövzu həddindən artıq geniş olmamalıdır. Dünya çox qədim tarixə malik bir yerdir. Uzatma ehtiyac yoxdur. Baş cümlə məhdudlaşdırılmış mövzu və tənzimləyici ideyadan ibarət olmalıdır. Məsələn, qiymətli metal olan qızıl iki mühüm xüsusiyyətə görə dəyərləndirilir. Sonra başlayırsınız fikirlərinizi yazmağa. Baş cümlə paraqrafın bələdçisidir. Yəni, artıq o bayaq demək, Aliyənin mən verilmiş mövzuya münasibətini ilk cümlədən başa düşəcəm, razıdır, razı deyil. Bax, bu həmin şeydir. Əsas, dəstəkləyici, nümunə, yenə əsas, sonra da nəticə. Bu 8-ci sinif dərsi ilə başlayır. Bunu hissə mən sizi dərsliyin, o writing hissəsini elektron şəkildə dərslikləri göndərəcəm sizə. Oradan baxacaq. 7-ci sinifin olsa söz ehtiyatı bitir. 8-i biz oxumamışıq elə sizdən. 9-u bitirdik, 8-i yox. 8, 10, 11-imiz qalıb. O writing hissəsini sırf dərslikdən gedəcək sizdən. 9-cu sinifdə də bu hissələr nəzər yetirəcək. 10-cu sinifdə də. Görün nə yaxşı nümunələr var. 11-ci sinif dərsliyində də var. Hətta burada da məktəbli formasından söhbət gedir. Yəni, qlobal mövzu olduğuna görə mən də bayaq Səfərimsin məktəbli formasının adını çəkdim. Məsələn, görürsünüz, uğurlu və uğursuz paraqraflar necə olur. Bunları mən sizə növbəti dərsə araşdırmanız üçün xahiş edəcəm ki, baxasınız. Bax, səhifə 20-yə araşdırarsınız bunu. Mən gələndə sizdən fikir mübadiləsi aparacam. Birinci mərhələ beyin həmləsidir. Məndən nə soruşulur? Mən bu fikirlə razıyam, yoxsa razı deyiləm? Mövzu haqqında nə düşünürəm? Fikrimi dəstəkləyən ən güclü səbəb hansıdır? Hansı 2 və ya 3 səbəbi seçsəm, mövzunu, fikri daha yaxşı izah edə bilərəm. Bu qədər. Görürsünüz, açar sözlər, mənfi tərəf, müsbət tərəf. Bunlar hamısı öz əksini tapır. Ümumiyyətlə, Azərbaycan dilindən fərqli olaraq ingiliscədə həmişə fikrin müsbət və ya mənfi olmasını, müsbəti nədir, mənfisi nədir, onu göstəririk. Yəni, mən özüm TOEFL hazırlaşanda biz elə öyrənirdik writing sectionda. Artıq bir ideya gəlir və həmin o ideyanı mən müsbət və mənfi tərəflərinə doğru keçirəm. Baxıram, görürsünüz, supporting one, supporting, əslində two olar deyək. Opposite opinion. Opposite bunun əksidir. Əksini də göstərirsiniz.
İlkin yoxlanış. Bax, görürsünüz, qrammatik səhvlər. Bax. Gör nə qədər səhv edib. Yazı səhvləri olanlar da var. Axırda yekunlaşdırır. Sonra sizə burada müxtəlif tətbiqlər var, dəyərləndirmələr, hansı səhvə görə hansı qiymət veriləcək. Sonra məsələn vergülün yazılıb-yazılmaması durğu işarəsinə görə biz təlimdə soruşanda bizə dedilər ki, o səhv tutulmur. Durğu işarəsinə görə hələ ki orada səhv məsələn yazılmalı idi, yazmayıb, ona çox da dəqiq diqqət eləmirlər hələ ki. Amma siz inşallah beynəlxalq səviyyəli imtahan versəz, TOEFL, IELTS, digər məşhur imtahanlardan, dünya səviyyəli, dil bilmək üçün olanlardan. Söhbət təbii ki, ingilisinə aid olanlardan gedir. Orada artıq siz müəyyən punktuallıq var, dəqiqlik var, onlara baxırsınız. Bu qədər. Başa düşmədiyiniz hissə var. Ya məsələn sizdə sual yaradıb, amma hələ də sualınıza cavab tapa bilməmisiniz. Var elə bir hissə? Bizimkilər cavab vermir yenə mənə. Yaxşı quzular. Təşəkkür. Esse mövzularda əslində paragraf yazılmalıdır, neysə. 52 mövzudur. Gəlin 52-ci mövzuda mən sizə evə paragraf verim. Balaca bir dənə abzas yazarsınız. Sırf 52-yə aid. Can we imagine a life without books? Tərcüməsi zəhmət olmasa. Kitablarsız bir həyat düşünə bilərik mi? Xəyal edə bilərik mi? Təsəvvür də deyə bilərsiniz, bəli, düzdür, tamamilə doğrudur. Deyir, həyatınızı kitablarsız təsəvvür edə bilərsiniz. Deməli, evə nə götürəcəksiniz buradan? Bu qərar haqqında araşdırmalar verirəm sizə, araşdırın. Danışdığım hissələrə baxın. Bu dərs mən sizə əlavə bir tapşırıq verməyəcəm. Növbəti dərsimiz haçandır sizdən? 5-ci gün. Yoxsa sabah da var? Məncə 5-ci gün. 5-ci günə, bax bu mövzu çoxdur, 28 səhifəlik mövzudur. Əlavə tapşırıq vermirəm sizə. Nə söz ehtiyatı, nə qayda, heç nə. Sadəcə qəşəng bunu ayıq başla oturursunuz, bir-bir hissələrə baxırsınız. Sizə sadəcə göndərəcəyim 8-ci sinifin writing hissəsi olacaq. Onda qoy həmin hissələri mən komplektləşdirim, PDF halına gətirim. Ondan sonra həmin o versiyanı bir-bir tətbiq eləyək. Hələlik sizə cəmi bir dənə mövzu bunu verirəm. Yenə deyirəm, bu paragrafı yazmaq üçün esse yox ha, paragraf. Yəni bir abzas daxilində olsun. Məsələn, əlavə internetdən, sonra digər proqramlardan istifadə edə bilərsiniz. Çünki biz hələ ki bunu təlim kimi özümüz öyrənməyə keçirik. Sonra mən sizə başqa yenə mövzular tapacağam. Deyəcəm ki, məsələn, bu hissələri özünüz, məsələn, dərsdə paragraf yazacaqsınız mənlə paralel. İndi sadəcə təlim kimi öyrənməyə xidmət eləyir deyə sizi çox sıxmıram. Bu 52 mövzunu biz hər dərs 1 dənə, 2 dənə götürəcəyik. Bəzən elə olacaq ki, 3 mövzu götürəcəyik. Baxır həcminə, sadəcə ilk dəfədir deyə və oxumaq üçün materialınız genişdir deyə mən sizi çox yormaq istəmirəm. Bax, 28 səhifədən ibarət materialdır. Oturun, bir-bir dəqiqliklə oxuyun. Hansı hissəsini başa düşmürsünüzsə, qeyd edin özünüzdə. Dərs zamanı hansı hissəni başa düşməmisinizsə, mənə deyin, yenidən sizin üçün orada
təhlillər aparım. Hər sinifin özünün writing bu tips olan, yəni ipucları da, bu clue olan hissələri sizə lazım olacaq. Məsələn, paragraf nədir? Bayaqda mən Azərbaycan dilində olan versiyasını oxuyurdum. Burada sırf ingilis dilindədir. Hansı hissələri başa düşməsəz, qeydlərinizi aparın səliqəli şəkildə. İndi mən də dərsi yekunlaşdırıb sizə həmin o paragraf olan hissələri 8-ci sinifə göndərəcəm, hissə işləyək. 7-ci sinifdən nə qədər söz ehtiyatınız qalıb? Mənə deyin, zəhmət olmasa. Qoy dərsi yekunlaşdırım.